Növbəti sualımız sertifikasiya 2025-ci ildə düşmüş sualdır. Düzgün yanaşmağı qurmağı bacarsaq, ixtisasımızı mükəmməl şəkildə öyrənsək, istər sertifikasiya, istər MİQ imtahanında uğur qazana bilərik. Bunun üçün də nə etmək lazımdır? Qaydaları yaxşı şəkildə öyrənmək lazımdır. Birincisi, baxıram, x-in kvadratı minus 4x plus 1 bərabərdir 0-a. İzah dili, hansı müəllimin izah dili sizə rahat gəlirsə, fərqi yoxdur, kim olur olsun. Həmin müəllimlə hazırlaşın ki, uğur qazana biləsiniz. Yəni, ada görə yox, ümumilikdə izah dilini başa düşdünüz. Zaten demək olar ki, hamı eyni şeyləri izah edir, eyni ədəbiyyatlardan keçirlər. O tərəfəsi, bu tərəfəsi var. Amma çalışın ki, sizə izah dili uyğun olan müəllimlə davam edəsiniz ki, həmin müəllim sizə nələrsə qata bilsin. Köklərinin cəmi, yəni x1 üzərinə gəlinsin x2 və x1 vurulsun x2. İndi baxaq, burada diyetə görə köklərin cəmi əks işarə ilə 2 cəm sala, yəni 4-ə, köklərin hasili 1-ə bərabərdir. Bu birisini, yəni x1 vurulsun x2 kimi ortaq məxrəcə gətirsəm, bax bunu. Yəni x2-nin kvadratı üzərinə Pəri müəllimə ev tapşırıqlarını atır. Bilirsiniz ki, dərslərdə bütün hamıdan ev tapşırıqlarını tələb eləyirəm. İndi baxacam Pəri müəllimə. x2-nin kvadratının üzərinə x1-in kvadratı gələndə eləyəcək, bunu müxtəsər vurma düsturuna görə atsam, biz bilirik ki, köməkçi müxtəsər vurma düsturlarını bura gətirə bilərik. Yəni, bunu mən bu şəkildə yaza bilərəm. Görürsən, düzmü yazdım? Neyləmək lazımdır? Açıb yoxlamaq lazımdır. Həqiqətən də açıb yoxlasanız, görəcəksiniz ki, yuxarıdakı ifadəni almışıq. Deməli, sonra x1-in, yəni 4-ün kvadratı çıxaq, 2 vuraq, 1 bölünsün 2, cavab eləyəcək 1, x1 vuraq, x2 1 eləyir axı, cavab eləyəcək 14. Bu suala D variantı yazıb yanaşanlar düz yanaşmışdılar. Növbəti dərslərdə, növbəti videolarda görüşərik inşallah. Kanalımıza abunə olmağı, videolarımıza bəyənməyi unutmayın müəllimlər.